اللهم اغفر للمؤمنين والمؤمنات والمسلمين والمسلمات الأحياء منهم والأموات ثم إلى روح Kerbala şehitlerine bahan Azerbaycan şehitlerin ruhları şad, rayonumuzun, kendimizin şehitlerin ruhları şad, Ceyhun kardeşimizin ruhu şad ve bil Fatiha. Aziz Hökumət Dövlət nümayəndələri, hörmətli şəhid ataları, hörmətli veteranlarımız, qazilərimiz, bugün bura toplaşmağımızın səbəbi hamıya məlumdur. Şəhid Zeynəb Ceyhun Tahliroğlu bizim hər birimizin həm vətəndaşlıq borcu, həm də keçmiş döyüşçülər kimi borcumuz, onların xatirəsini əziz tutmaq, əbədiləşdirmək, şəhid adlarına hər daim ehtiramla yad etmək, onların belə deyək ki, əziz xatirəsini gələcək nəsillərə ötürməkdən ibarət. Selamun alel mursalin velhamdülillahi rabbil alemin. Dövlət orqanlarının çağırmağını gözləmədən silaha sarılıb vətəni qorumağa qalxan igidlərimiz var. Bu igidlərimizdən də kəndimizdən nümayəndə vardı. Nümayəndələr buradadır. Fərmanlı Hacı Mübariz qardaşımız da buradadır. Allah səbr versin, mənim oğlanlarım Allah məni qəyə rəhmət eləsin, oğlum Tarif oğlaya. Allah sizə səbr versin, Allah rəhmət eləsin, Allah qan sağlığı versin. Şəhid atalarına da öz minnətdarlığımı verirəm, Allah sizin də ölənlərə də rəhmət eləsin. Söz verdiyinizə görə təşəkkür edirəm, çox sağ olun. Çiyin-çiyinə vuruşduğu burada qardaşımız Mamet var. Həmçinin 44 günlük savaşda Füzulidən ta Suqovuşana, Şuşaya qədər vuruşmuş bizim ən gənc qazimiz var. Deməli, Cəmil qardaşımız var. Onlara da ikisinə birlikdə söz verirəm, elə oradan sözlərini desinlər. Can yoldaşım olub, mənim yanımda şəhid olubdur. Allah ona qəni rəhmət eləsin. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Bu müqəddəs məkanda buraya toplaşan bütün kənd cəmaatı, şəhid sevən hər bir kəsə təşəkkür edirəm ki, şəhidimizi unutmur. Şəhidlər heç bir zaman unudulmur, ölmür. Bayaq vurğuladınız, Ceyhun qardaşımız Talış kənddə şəhid olmuşdur. Müharibənin ikinci gündə biz Talış kəndi azad elədik. Ceyhun qardaşımızın ruhu şad olsun. Sağ olun. Həsən, diridən ötürü verməzlə baş sağlığı. O sənin baş tacındır, o sənə üz ağlığı. Min şeirə sığışmaz onun qəhrəmanlığı. Bəhruz deyər qeyrətin, rəşadətin mübarək. Ay mənim şəhid balam, şəhadətin mübarək. Buna ancaq mübarək demiyorlar. Doğrudan da əgər bunlar diridirsə, buna görə niyə baş sağlığı verək? Onların ruhunu Allah şad eləsin, bizə duası eləsin. Biz onlarla fəxr edirik. Məktəb olaraq bizim vəzifə borcumuzdur. Biz gələcəkdə yetişən bizim gələcək nəslə şəhidlərimiz haqqında, onların yaşadılması haqqında. Bu yurtda əzəldən, şəhid qanından, dağların döşündə lalə bitəndir. Allah da buyurub bu həqiqəti, şəhidi vardırsa torpaq vətəndir. Sönməz ürəklərdən vətən yanğısı, igidlər bu yerdən od alacaqdır. Şəhid məzarları inanc yerimiz, şəhid məzarları pirdir, ocaqdır. Səsi, qanı torpağımız daşımız üstə, şəhidlər Tanrının ulu bəndəsi, ruhu da hər zaman başımız üstə. Tanrı dərgahı ilə hər an səsləşir, o cənnət bağının bar çiçəyidir. Öz qısa ömrü ilə müqəddəsləşir, şəhid insanlığın qar çiçəyidir. Kim deyir şəhidlər ölür? Yalandır. Şəhidlər torpağa yeni can verir. İllərdir Qarabağ yaralı idi. Şəhidlər, qazilər ona qan verir. Tarix unutmuyur qəhrəmanları. Bugün Qarabağda dastan yazıldı. Vətən torpağına göz dikənlərin alnına əbədi damğa basıldı. Daha təntənəli şəkildə yad etməyə başladı. Gözəl ənənədir, bunun davam edilməsi arzu edilir. Bir daha çıxış. Azərbaycan şəhidlərin ruhu şad, kəndimizdən olan cümlə şəhidlərin ruhu şad, Ceyhun balamızın ruhu da olsun şad və bil Fatihə məs-səlam.